Həkimə getdim, dərman yazmadı. Uşağı həkimə apardım, dedi əvvəlki dərmanın yaxşı, davam et və bundan narazılıq edirlər. Tez-tez deyirəm, Azərbaycanda bir qəribə dərman sevdası vardır, dərman aşiqliyi vardır. Dərman yazmaq çox asan şeydir, dərman tövsiyə etmək asan bir şeydir. Qonşu Fatma Nisa xala da sizə dərman tövsiyə edəcək. İstənilən bir kəs Azərbaycanda oxumamış alimlik edib dərman tövsiyə edə bilər. Amma dərmanın faydalı olması sualı vardır. Tibb və o cümlədən psixiatriyada müalicə yalnız dərmandan ibarət deyil. Həkimin işi də yalnız dərman təyinatından ibarət deyil. Həkimin işi diaqnozu aşkarlamaq, sizə həqiqəti söyləmək və doğru yolları göstərməkdir. O cümlədən də bir sıra hallarda dərmansız müalicə yollarıdır. Bu psixoterapiyadır, bu sosial dəstəkdir, bu ailə terapiyasıdır, bu mühitin sağlamlaşdırılmasıdır, bu fiziki xəstəliklərin müalicəsidir, bu həyat tərzinin sağlamlaşdırılmasıdır. Bunların hamısı bir yerdədir. Baxın, bəzən ən böyük fayda həkimdən cibində bir ovuc dərman əvəzinə pulunuz cibinizdə həqiqəti bilərək çıxmaqdır. Bu çox önəmlidir. Əgər siz bunu eləmirsinizsə, siz özünüzü və sizi aldadan həkimlərə məruz buraxırsınız.